Bilirsən də dinclənməyəsən. Dəlişəyim də özün yaxşı bilirsən. Oğlan dostuna zəng elə. Gecəni bizdə qala bilərsən de. Əgər gəlsən məndən 100 manat pul qazanarsan. Deyə bilərsən? Niyə demirəm ki, nə var orada? Səncə gələr? Mənə yox destek. O dərəcə. O dərəcə. Oğlan dostuna zəng edirsən. Gecəni bizdə qala bilərsən deyirsən. Nə bilim, içək, evdəkilər rayona gedib təkəm falan filan əgər gəlsə, məndən 100 manat pul qazanarsan. Okeysən? Okay. Onda zəng elə. Gedəsən? Sağ ol, yaşamısanız. Təksən, danışa bilirsən? Hə, buyur. Bizimkilər rayona gedib, təkəmdə evdə. Deyirdim bəlkə gələsən, içək falan. Gələ bilərsən? Problem yoxdur, gələrəm, niyə gəlmirəm ki? Sən bilirsən də dinclənməyəsən. Dəlişəyim də özün yaxşı bilirsən. Problem deyil, gələrsən, baxarıq, içərik. Axşamın sonrasına baxarıq. Yoxsa ki, tam qala biləcəksən gecəni? Aman əvəzsiz ana, gecəni qalmağımı falan istəyirsən. Hədə, yəni gəl qalda 2-3 saatlıq gəlsən, nə edəcəyik ki? Problem yoxdur, gələrəm. Konum atarsan mən onda. Asməyə nə alım gələndə? Viski zad al da. Problem yoxdur, alaram. Onda sən mənə konum atarsan, yadımda qaldı bir bax. Tamam, yaxşı. Atıram mən. Bildim olsuz. Bəs çağıracaqsan? Fikirləşəcəm. İstəyirsən gəlməyini. Baxacam. Gecəni uğurlar sizə. Təşəkkürlər.